Sən də başqalarına ən çətin anlarında dəstək olub, özün isə eyni hissləri yaşayanda, özünə o mərhəməti göstərməyənlərdənsən. Bəzi insanlar başqalarına qarşı anlayış göstərməyi bacarır. Sən yaxşı insansan, haqlısan, keçəcək deməyi bilir. Amma məsələ özünə gələndə ən sərt cümlələri özünə qurur. Ən mənfi etiketləri özünə yaraşdırır. Bu, uşaqlıqdan öyrənilən daxili bir səs və zamanla sanki möhkəmlənən bir vərdişdir. Psixoloji araşdırmalar göstərir ki, özünə yaxşı davranan insanlar həyata qarşı daha elastik və daha dözümlü olurlar. Bəlkə də daxilində daim lazımlı, lazımsız danlanan, yorulmuş biri var. Ona sərtlik yox, mərhəmət lazımdır. Özünə şəfqət, zəiflik, məsuliyyətdən yayınmaq və s. deyil. Özünü yıxılmağa qoymamaq və yaxud da özünü yıxıldığın yerdən qaldırmaq üçün uzatdığın bir əldir.